Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın açıq keçirilən məhkəmə prosesinin növbəti baxış iclasında bir qrup zərər çəkmiş ilk dəfə iştirak etdiyindən hakim Zeynal Ağayev əvvəlcə onları məhkəmənin tərkibi ilə tanış etdi, hüquq və vəzifələri barədə məlumatlandırdı. Bildirdi ki, ötən iclasların birində Ruben Vardanyan və onun sabiq müdafiəçisi vəsatət verərək məhkəmənin hazırlığı iclasında tərcüməçi qismində iştirak etmiş İslam Ağakərimova etiraz etmişdi. İslam Ağakərimov bugünkü iclasa dəvət olunub və prosesdə iştirak edir. Təqsirləndirilən Ruben Vardanyan və onun hüquqlarını müdafiə edən vəkili Emil Babuşov da etirazın təmin olunmasını xahiş etdilər. İslam Ağakərimov məhkəmənin hazırlıq iclasının qərarının onun tərəfindən tərcümə edildiyini və həmin tərcümədə yalnız bir mexaniki səhv olduğunu, bunu bilərəkdən etmədiyini, həmin səhvin qərarın mahiyyətinə təsir etmədiyini və hər hansı dəyişiklik yaranmadığını, eləcə də məzmununa heç bir xələl gətirmədiyini qeyd etdi. Sədrlik edən Zeynal Ağayevin sualına cavabda İslam Ağakərimov bunun təsadüfən və mexaniki baş verdiyini, eləcə tərcümədə olan həmin bir səhvi bilə-bilə etmədiyini dedi. Etiraza münasibət bildirən Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin şöbə rəisi Nəsir Bayramov bildirdi ki, müdafiə tərəfi bu vəsatəti məhkəmədə bir neçə dəfə səsləndirib. Tərcüməçi üzürlü səbəblərdən məhkəmə iclaslarında iştirak edə bilmədiyi üçün onun qeyd olunanlarla bağlı mövqeyini öyrənmək mümkün olmamışdı. Bugünkü iclasda isə tərcüməçi həmin səhvin mexaniki baş verdiyini və texniki məsələ olduğunu, habelə bu səhvi bilə-bilə etmədiyini bildirdi. Diqqətə çatdırdı ki, tərcüməçiyə etiraz cinayət prosesual qanunvericilikdə nəzərdə tutulan hallardan biri olduqda əsaslı sayıla və təmin edilə bilər. Tərcüməçiyə etirazın əsasları sırasında isə yol verilən mexaniki və ya texniki səhv göstərilmir. Odur ki, məhkəmədən müdafiə tərəfinin tərcüməçiyə etirazının təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinlədikdən sonra qərar qəbul etmək üçün müşavirə otağına getdi. Müşavirədən sonra qərar elan edildi. Qərara əsasən etiraz təmin olunmadı. Vurğulandı ki, cinayət prosesində tərcüməçiyə etirazın əsasları cinayət prosesual qanunvericilikdə konkret müəyyən olunub və verilmiş etiraza baxan zaman İslam Ağakərimova münasibətdə həmin əsaslar müəyyən edilməyib. Ardınca təqsirləndirilən Ruben Vardanyanın müdafiəçisi Emil Babuşov vəsatət verərək bir neçə məhkəmə iclasının protokollarının məzmunu ilə tanış olmaq üçün müdafiə tərəfinə şərait yaradılmasını xahiş etdi. Hakim Zeynal Ağayev bununla bağlı müdafiə tərəfinə əvvəllər kifayət qədər imkan yaradıldığını və gələcəkdə də müvafiq şərait yaradılacağını bildirdi. Bundan sonra məhkəmədə Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıq siyasəti nəticəsində törədilmiş cinayətlər zamanı zərər çəkənlər ifadə verdilər. Zərər çəkmiş Cəmil Əliyev dedi ki, düşmənin Ağdərə istiqamətində atdığı tank əleyhinə idarə olunan raket mərmisinin partlaması nəticəsində özü və həmin vaxt yanında olan Bəhram Allahyarovla Murad Verdiyev müxtəlif xəsarətlər alıb. Şikar Hüseynov isə həlak olub. İntiqam Rüstəmli və Nahid Əsədov isə Xocavənd istiqamətində yaralanıblar. İntiqam Rüstəmli ifadə verdi ki, Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin ağır artilleriyadan açdığı atəşlər nəticəsində xəsarətlər alıb. Nahid Əsədov isə dövlət ittihamçısı Fuad Musayevin sualına cavabda hadisə zamanı yanında olan daha bir neçə nəfərin yaralandığını bildirdi. Etibar Əliyev Ermənistanın mina terrorundan zərər çəkənlərdəndir. Kəlbəcərin Susuzluq kəndində mina partlayışı nəticəsində yaralanıb. İfadə verdi ki, Kamaz markalı sərnişin avtomobili ilə hərəkətdə olan zaman tank əleyhinə minaya düşüblər. Hadisə nəticəsində 3 nəfər, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin operatoru Sirac Abuşov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov, Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Arif Əliyev həlak olub. Partlayışın gücündən onun içərisində olduğu avtomobil təxminən 1 metr hündürə qalxaraq kənara düşüb. Nəticədə baş nahiyəsindən xəsarət alıb. Zərər çəkən Allahverdi Məmmədli Xocavənd istiqamətində yaralanıb. Düşmənin atdığı qumbaranın yaxınlığına düşüb partlaması nəticəsində xəsarətlər aldığını dedi. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhmlinin sualına cavabda hadisə zamanı bir neçə nəfərin həlak olduğunu, ondan başqa daha bir neçə şəxsin isə yaralandığını bildirdi. Elşən Rüstəmov da Ermənistanın mina terroru nəticəsində zərər çəkib. İfadə verdi ki, Cəbrayılda mina təmizləmə fəaliyyəti ilə məşğul olub. Tank əleyhinə minanın partlaması nəticəsində bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb. Şahmar Cəlilov isə Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində yaralanıb.
Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabda bildirdi ki, hadisə zamanı yanında olan bir nəfər həlak olub, bir nəfər isə yaralanıb. Ümid Şükürov isə Kəlbəcər istiqamətində yaralandığını dedi. İfadə verdi ki, düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində bir neçə şəxs həlak olub. Ondan başqa daha bir neçə nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Noruz Əliyev də Ermənistan Silahlı Qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı dəstələrinin Kəlbəcər istiqamətində törətdiyi təxribat nəticəsində zərər çəkib. Eynulla Nəsirli Xocalı istiqamətində düşmənin snayperdən açdığı atəş nəticəsində yaralandığını, hadisə zamanı bir neçə şəxsin həlak olduğunu, bir neçə nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığını dedi. Yusif Yusifov da düşmənin Ağdam-Xocavənd istiqamətində snayperdən açdığı atəş nəticəsində yaralanıb. Dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabda hadisə zamanı yanında olan İxtiyar Bayramovun həlak olduğunu bildirdi. Sonra məhkəmədə cinayət işi materiallarında olan və ibtidai istintaq zamanı toplanmış sənədlər elan olundu. Sübutlar tədqiq edildi. Məhkəmə prosesində Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı dəstələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış Ermənistan dövləti tərəfindən aparılan təcavüzkar müharibənin geçişində çoxsaylı cinayət faktları törətmiş cinayətkar birliyə təqsirləndirilən Ruben Vardanyan da qoşulduqdan sonra həmin birlik tərəfindən törədilən cinayətlər nəticəsində zərər çəkmiş şəxsləri ifadə verir. Məhkəmənin növbəti iclası noyabrın 20-sinə təyin olundu. Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hakimləri Zeynal Ağayevin sədrliyi, Anar Rzayev və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən məhkəmə prosesində Ermənistan vətəndaşı Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir çox maddələri, o cümlədən təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini deportasiya etmə və məcburi köçürmə, işgəncə, muzluluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə ittiham olunur. Təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün vəkillə təmin olunub.